Danışır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrə Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. İş səfəri ilə Kizilyurt rayonunda olan Respublika rəhbəri Stalskaya kəndində Ulubey Buynaqsk adına kənd təsərrüfatı məhsulları istehsalı kompleksi bazasında yerləşən süd emalı üzrə mini zavodun təntənəli açılışı mərasimində iştirak edib. Süd emalı üzrə mini zavodun istismara verilməsi rayon miqyasında əlamətdar hadisədir deyə Respublika rəhbəri vurğulayıb və eyni zamanda müvafiq müəssisələrin sayını artırmaq zəruriliyini qeyd edib. Kizilyurt rayon müdiriyyətinin başçısı Məhəmməd Şabanov isə bildirdi ki, mini zavodun xam malla təmini məqsədi ilə hər kənddə süd qəbulu məntəqələri təşkil ediləcək. Zavodda sutka ərzində 7 çeşiddə 10 ton süd məhsulları istehsal olunacaq. Layihənin tətbiqinə təqribən 100 milyon rubl gərəkdir. Əlavə edək ki, Respublika rəhbəri səfər çərçivəsində rayonun Kirovaul kəndində 50 yerlik uşaq bağçasının və idman kompleksinin açılışı mərasimində də iştirak edib. Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Sergey Melikov işgüzar səfərlə Dağıstandadır. Respublikanın qüvvə strukturu və hüquq mühafizə orqanları əməkdaşları ilə görüşüb. Görüşdə Respublikanın Daxili İşlər Naziri Məhəmməd Abdurəşidov və Rusiya Daxili İşlər Nazirinin müavini Aleksandr Savenkov iştirak edib. Tədbir gedişində toplaşanlara Respublika Daxili İşlər Nazirinin yeni müavini Mikhail Zelenskiy də təqdim edildi. Melikov qeyd edib ki, Dağıstanda sabitliyin, əmin-amanlığın təmini istiqamətində görüləcək işlər çoxdur. Dağıstan nümayəndəliyi başda Respublika rəhbəri Ramazan Abdullətifov olmaqla cari il iyun ayının 23-24-də Azərbaycan Respublikasının Qəbələ şəhərində keçiriləcək regionlararası əməkdaşlıq, yeni tərəqqi imkanları başlıqlı 5-ci Rusiya-Azərbaycan forumunda iştirak edəcək. Tədbirin təşkilatçıları kimi Rusiya Federasiyasının regional tərəqqi və Azərbaycan Respublikasının sənaye və iqtisadiyyat nazirlikləri çıxış edir. Buraya dəvət olmuş 400 iştirakçı arasında dövlət hakimiyyət orqanlarının, hər iki ölkənin nəhəng şirkətlərinin nümayəndələri, iş adamları və ictimai xadimlər, Rusiya və Azərbaycan regionlarının müvafiq sahəli mütəxəssisləri vardır. Dağıstan Parlamentinin Səhiyyə və Sosial Siyasət Komitəsində 2013-cü il üzrə Respublikanın icbari tibbi sığortalama ərazi fondu büdcəsinin tətbiqi barədə qanun layihəsi müzakirə olunub. Müzakirə olunan məsələ üzrə əsas məruzə ilə icbari tibbi sığortalama üzrə Dağıstan ərazi fondu rəhbəri vəzifəsini icra edən Qaspula Barkayev çıxış edib. Qeyd olundu ki, ötən il üzrə fondun büdcəsi tam mənimsənib. Müvafiq məsələ üzrə Hesabat Palatasının qətnaməsini auditor Zagidi Marşayev səsləndirib. O, ümumilikdə fondun işini qənaətbəxş sayıb. Eyni zamanda Respublikanın 12 tibb müəssisəsində büdcə prosesinin pozulduğunu da qeyd edib. Qanun layihənin müzakirəsi gedişində tibb sahəsi işçilərinə əmək haqlarının aşağı olduğu, vəsaitdən qeyri-səmərəli istifadə olunduğu və tibbi yardım səviyyəsinin qənaətbəxşizliyi vurğulanıb. Xalq yığıncağında Səhiyyə və Sosial Siyasət Komitəsinin sədri Murzadin Avezov 2013-cü il üzrə Respublikanın icbari tibbi sığortalama ərazi fondu büdcəsinin tam tətbiq edildiyini bildirdi və qanun layihənin xalq yığıncağının iyun sessiyasında müzakirəsi üçün parlamentin idarə heyətinə göndərmək təklifini irəli sürdü. Səmərəli aqrosənaye kompleksi önəmli layihə çərçivəsində Qayakənd rayon ərazisində maşın-traktor stansiyası açılıb. Bu məqsədlə lizinq şərtlərinə əsasən DAQ Agrosnab şirkətindən 36 milyon rubl dəyərində yeni texnika alınıb. Buraya sahələrdə iş üçün gərəkli kompleks, kombayn, avtomobillər, çiləyicilər, şumlama və presləyici aqreqatlar daxildir. Bu Dağıstanın cənub zonasında pilot layihədir. Eyni zamanda DAQ Agrosnab zona maşın-traktor stansiyalarının təşkili üzrə Respublikanın digər rayonları ilə də işə başlayıb. Kaspiysk Dəqiq Mexanika Zavodu elektropribor konserni tərkibinə daxil edilə bilər. Moskvada Rusiyanın Sənaye və Ticarət Naziri Aleksey Raxmanov və Dağıstanın Sənaye, Nəqliyyat və Energetika Naziri Şiruxan Hacımuradov qeyd olunan məsələnin müzakirəsini Müdafiə Sənaye kompleksinin inkişafı üzrə idarələrarası komissiyanın müşavirəsində müzakirə qoymaq barədə qərar qəbul etmişlər. Kaspiysk
Dəqiq Mexanika zavodunda Rusiyanın sualtı qayıqları üçün naviqasiya avadanlığının hazırlanması ilə məşğul olunur. Son illər zavodda yeni istiqamətli iş, müxtəlif buraxılış gücünə malik qaz nizamlayıcı qurğularının istehsalı mənimsənir. Respublika hökuməti sədrinin müavini Ramazan Cəfərovun rəhbərliyi altında rus dilli əhalinin problemləri müzakirə olunub. İlk növbədə çətin həyat şəraitinə düşmüş vətəndaşlara yardım göstərilməsi ətrafında söhbət gedib. Əmək və Sosial Tərəqqi naziri Zurab Baqamedov məruzə ilə çıxış edib. Onun sözləri ilə bugün işin əsası evlərdə sosial yardımın təmini ətrafında qurulub. Cari ildə müvafiq yardım 7000 nəfərə göstərilib ki, bunların da arasında 1500 nəfər rus dilli əhalinin nümayəndəsi idi. Mövcud problemlər konkret rus dilli əhaliyə xas deyil, hamı üçün eynidir. Ən kəskin problemlərdən biri isə ağır həyat şəraitinə düşmüş vətəndaşların müvəqqəti yerləşdirilməsi ilə məşğul mərkəzin fəaliyyətsizliyindədir. Rus dili üzrə vahid dövlət imtahanlarının minimal balı 36-dan 24-ə endirilib. Riyaziyyat üzrə minimal bal isə 24-dən 20-yə endirilib. Bir daha xatırladaq ki, vahid dövlət imtahanları necə ki məktəblərdə buraxılış, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanlarıdır. Rus dili və riyaziyyat üzrə vahid dövlət imtahanları isə orta təhsil barədə attestatın verilməsi üçün mütləq şərtdir. Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi bəyan edib ki, bal minimumunun aşağı salınması sayəsində attestata layiq görüləcək məzunların sayı 20% artacaq. Onun fikrincə, Rus dili ilə bağlı problem ilk növbədə milli məktəblərdə təhsil alan şagirdlərə xasdır. Bir sıra məktəblərdə uşaqlar rus dilini praktiki olaraq bilmirsə də, bununla belə vahid dövlət imtahanının tələbləri hamı üçün eynidir. Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə baş idarəsi tərəfindən respublikada 5-ci dərəcə yanğın təhlükəsinin mövcudluğu barədə xəbərdarlıq yayılıb. Yanğının respublikanın Aran rayonlarında iyun ayının 20-sindən 23-nədək baş qaldıra biləcəyi ehtimal olunur. Siz xəbərlər buraxılışını dinləyirdiniz. İndi isə sözü əməkdaşımız Firuzə Şərifovaya veririk.